Hidrogen rabitəsini izah edirəm. Hidrogen rabitəsi nədir? Hidrogen rabitəsi hidrogen atomu ilə qüvvətli elektromənfi element olan flor, oksigen, bir də azot atomları arasında əmələ gələn rabitəyə hidrogen rabitəsi deyilir. Hidrogen rabitəsi 3 nöqtə ilə qeyd olunur. Və o, molekul daxilində də ola bilər. Molekullar arası da olur. Belə deyək ki, hidrogen rabitəsinə H floru, H flor özü qazdır, ancaq maye halında hidrogen rabitəsi olur onda. Amonyakı, yəni bunun da maye halında. Çünki bunlar qaz halındadır. Qaz halında olan maddələrdə hidrogen rabitəsi olmaz. Yalnız H florla amonyak maye halında olanda hidrogen rabitəsi olur onlarda. Sonra suda hidrogen rabitəsi var. Su. Sonra H2O2-də hidrogen rabitəsi var. Spirtlərdə, yəni OH qrupu olan maddələrdə, yəni spirtləri nəzərdə tutmuşuq. Karbon turşularında, karbon turşusunda karboksil qrupu olur. COH qrupu olan maddələrdə. Sonra amin turşularda həm karboksil qrupu var, həm də amin qrupu var. Hər ikisi olan birləşmələrdə, bir də zülallarda adi şəraitdə deməli hidrogen rabitəsi əmələ gətirir. H-flor molekulunda hidrogen atomu ilə flor atomu arasında, su molekulunda isə oksigen atomu ilə hidrogen atomu arasında rabitələr poler kovalent rabitədir. Yəni bu nə deməkdir? Hidrogenlə flor arasında bax bu rabitə ki var, bu kovalent rabitədir. Amma H-flor molekulu ilə H-flor molekulları arasında, yəni molekullar arasında yaranan o 3 nöqtə ilə qeyd olunan rabitə nə rabitəsi adlanır? Hidrogen rabitəsi adlanır. Bu molekullar arasıdır. Suda da elədir. Baxın, bu bir su molekuludur. Bu isə digər su molekuludur. Suyun özündəki rabitələr kovalent rabitədir. Rabitələr, molekul daxilindəki rabitələr. Amma su molekullar arasında yaranan o rabitələr isə 3 nöqtə ilə o hidrogen rabitəsidir. Florla flor molekulları arasında hidrogen rabitəsi, su molekulu ilə su molekulu arasında, yəni molekullar arası hidrogen rabitəsi əmələ gəlibdir. Bizdən soruşsalar ki, hidrogen rabitəsi hansı maddələrdə var? H florda, amonyakda, bunlar təbii ki, maye halında olanda hidrogen rabitəsi əmələ gətirir. Suda, H2O2-də, OH harda varsa karboksil, bir də NH2 qrupu harda varsa orada hidrogen rabitəsi əmələ gəlir. Hidrogen rabitəsi bəzi maddələr vardır ki, o molekul daxilində də yaranır. Məsələn, bu maddə süd turşusudur. Süd turşusunda həm OH qrupu var, həm karboksil qrupu var. Baxın, COOH, yəni bunu nəzərdə tutur. Bir də OH qrupu var. Baxın, burada da OH qrupu var. Ona görə də süd turşusunda molekul daxili hidrogen rabitəsi yaranır. Hidrogen rabitəsi rabitələrin ən zəifidir. Lakin maddə molekulları arasında bu rabitənin olması onun qaynama temperaturuna, sıxlığına təsir edir. Məsələn, eyni yarım qrupda olan oksigen və kükürdün əmələ gətirdiyi hidrogenli birləşmədə su adi şəraitdə maye, H2S isə adi şəraitdə qaz halındadır. Yəni suyun qaynama temperaturu sıxlığı hidrogen sulfitin qaynama temperaturundan, sıxlığından çoxdur. Niyə? Ona görə ki, suda hidrogen rabitəsi var. Hidrogen rabitəsi həm onun qaynama temperaturuna, həm də sıxlığına təsir edir. Bu səbəbdən su molekulları arasında hidrogen rabitəsinin olmasıdır. Yəni, bu səbəbə görə, hidrogen rabitəsi saxladığına görə suyun qaynama temperaturu və sıxlığı hidrogen sulfitdən nədir? Yüksəkdir.